Hekaye, roman, povest. Verilen janrlar üçün Boşxanaya hansı ortaq xüsusiyyət yazıla bilər? Allegoriya əsasını təşkil edir. Bu yanlışdır. Biz bilirik ki, allegoriya harda olur? Təmsil janrında daha çox olur. Məsələn, povestin əsasını niyə allegoriya təşkil etsin ki? Və yaxud romanın. Təhkiyə və təsvir üstünlüyü təşkil edir. Təbii ki, doğrudur. Bunlar hər üçü epik növə aiddir. Və hər üçündə təsvir, təhkiyə əsasdır. Epik növün canı elə təsvir təhkiyədir. Bu doğru cavabdır. Vahid süjet xətti və bitkin kompozisiyaya malik janrlar deyil. Yanlışdır. Biz bilirik ki, bu epik növün janrlarında əsasən vahid süjet xətti olur. Yəni süjet ardıcılığı aydın görünür. Nəzm və nəsr formasında yazıla bilir. Povest ancaq nəsr formasında olur. Bu yanlışdır. Daha çox realistik məzmun daşıyırlar. Biz bilirik ki, hekayədə uydurma olur. Hekayə müəllifin təxəyyülünün məhsuludur. Roman da müəllif təxəyyülünün məhsulu ola bilər. Biz yalnız oçerkdə demişik ki, oçerk faktiki həyat materialına əsaslanır. Bu baxımdan bu cavab da yanlışdır.